Salam əziz izləyicilər. İkinci isə test toplusundan köməkçi nitq hissələri bölməsindən qoşmanın izahı ilə davam edək. Bizə deyir, birdə cümlələrdən birində qoşma işlənməmişdir. Yağışdan sonra güclü külək başlandı. Burada yağışdan sonra çıxışlı halda sonra qoşulub, sonra qoşmadır. Zaman məzmunu bildirən qoşmadır. B-də arxı tullan, sonra afərindir. Burada sonra sözü zaman zərfidir. Deməli, B-də qoşma işlənməyib. Səndən başqa dostum yoxdur. Səndən başqa, burada da başqa savayı məzmununu ifadə edir. Burada da qoşma var. Kamil çantasının ağzını iplə bağlayırdı. Yəni, nə ilə bağlayırdı, nə ilə sualına cavab verir. Bu cümləmizdə də qoşma var. Nə ilə sualına cavab verir, qoşma var. Şirin bir xatirə tək qalacaqdır dünyada. Burada da tək bənzətmə məzmunu bildirən qoşma var. Ona görə cavab olacaq B variantı. İkinci sualda cümlələrin birində qoşma işlənmişdir deyir. Yenə qoşma işlənmişdir deyir. Bu suallara ürəklə cavab verirdi. Burada leksik şəkilçidir. Necə cavab verirdi? Acgöz qazandıqca yenə uduzdu. Çünki o pozdu tamahla ləyaqət arasındakı nazik xətləri. Burada lalə, deməli, tamah və ləyaqət arasındakı nazik xətləri, burada və bağlayıcıdır, daha doğrusu. Yaşa cəsarətlə, yaşa cürətlə, necə yaşa? Yenə leksik şəkilçidir, zərf düzəldən leksik şəkilçidir. Nöqtələr, vergüllər nə qədər desən, saxta nidalarla dolub kitablar. Burada nə ilə dolub? Yenə lalə qoşmadır burada. Xəstə tamamilə yaxşılaşmışdı, bu da düzəltmə miqdar zərfidir. Sözə qoşularaq məsafə mənası yaradan qoşmaları müəyyən edin. Deməli, bizdən məsafə məzmunu yaradanlar istəyir. Evə kimi, evə qədər. Amma burada tək bənzətmə məzmunu ifadə edir. Bu olmaz. Evə tərəf, evə sarı, evə doğru istiqamət məzmunu ifadə edir. Evə cənd, evə kimi, evədək yönlük hala qoşulur, məsafə məzmunu bildirir. Ona görə cavabımız olacaq C. Qədər, tək, bunlar da sənin qədər, yaxud evə qədər məsafə, bənzətmə məzmunu ifadə edir. Yəni, bu da cavab ola bilməz. Əvvəl, sonra, bəri, bunlar da hər biri çıxışlı xala qoşulur, zaman məzmunu bildirir. Üçüncü sualımızın cavabı oldu C variantı. 4-də deyir, bənzətmə mənası yaradan qoşma işlənmiş cümləni müəyyən edin. Ticarət mərkəzində kimi özünə ayaqqabı, kimi də palto seçirdi. Burada kimi qeyri-müəyyən əvəzlikdir, qoşma deyil. Hər gün dəniz sahilinə kimi, burada məsafə məzmunu bildirən qoşmadır. Bizdən amma bənzətmə məzmunu istəyir. Vətəni onun kimi sevin və həmişə torpağa borclu olduğunu düşünün. Burada onun kimi, onun qədər elə bənzətmə məzmunu C variantındadır. Yarışa kimi göndərmək lazım olduğunu məşqçi deyəcək. Burada da yenə sual əvəzliyidir, qeyri-müəyyən, daha doğrusu sual əvəzliyidir. Babam həyət qapısının ağzına kimi gül əkmişdi, ağzına qədər, burada da yenə qoşmadır, amma bizdən nə bənzətmə məzmunu istəyir, ona görə bu da cavabımız ola bilmir. Hansı cümlədə ilə, yəni lalə qoşma kimi işlənib, dünya ilə cahan sinonim sözlərdir. Burada dünya və cahan bu bağlayıcıdır. Şəkil fırça ilə çəkilib, yenə nə ilə çəkilib sualına cavab verir, qoşmadır. O məni həyəcanla dinlədi, necə dinlədi? Zərf düzəldən leksik şəkilçidir. Əli ilə Vəli dostdurlar, Əli və Vəli dostdurlar, burada bağlayıcıdır. Dostum imtahanlara səylə hazırlaşır, yenə necə hazırlaşır? Bu da zərf düzəldən leksik şəkilçidir. Məlik iclasdan sonra evinədək piyada getdi cümləsində qoşmanın məna növlərini müəyyən edin. İclasdan sonra, burada zaman məzmunu ifadə edir, evinədək, bu da məsafə. Zaman, məsafə cavabımız olacaq B variantı. Gələk növbəti 7-ci testə. Deyir ki, sarı, tərəf, doğru qoşmaları hansı məna növündədir və hansı halda işlənən sözlərə qoşulur? Deməli, evə sarı, evə tərəf, evə doğru. Bunlar hər biri qoşulur yönlük halda olan sözlərə və istiqamət bildirir. 7-ci sualımızın cavabı olacaq D variantı. Başqa, qeyri-savayı, özgə qoşmaları hansı məna növündədir, hansı halda olan sözlərə qoşulur? Səndən başqa, səndən savayı, səndən ayrı, səndən özgə fərqləndirmədir və çıxışlı hala qoşulur. Kimi qoşması, tək qoşmasının sinonimi olduqda deyir. İsmin hansı halında olan sözlə işlədilir və hansı mənanı bildirir? Sənin kimi, sənin tək, deməli, bənzətmə məzmunu bildirir və yiyəlik hala, adlı hala, yiyəlik hala qoşulur. Gələk 10-cu sualımıza. Onda deyir ki, kimi qoşması dək qoşmasının sinonimi olduqda, kimi dək qoşmasının sinonimi olduqda, evə kimi, evədək, məktəbə kimi, məktəbədək, burada bu nə bildirir? Məsafə bildirir. Cavab olacaq yönlük hal və məsafə, A bəndi. Qoşma kimi işlənən bu sözlərdən hansı ədat kimi də işlənə bilir? Savayı sözünün amonimliyi yoxdur, yalnız qoşma kimi işlənir. Özgə sifət olur, özgə adamlar, bir də səndən özgə qoşma olur. Bəri yer zərfi olur, bəri gəl, bir də zaman məzmunu bildirən qoşma olur, dünəndən bəri.
Əsasən modal söz olur, bir də əsasən qoşma olur. Ca həm ədat olur, həm də qoşma kimi işlənə bilir. Ona görə 11-ci testimizin cavabı olur D bəndi. Tək sözünün qoşma olduğu cümləni müəyyənləşdirin. Elə A bəndində lalə tək qızarmaq üz qaydasıdır. Burada tək bənzətmə məzmunu bildirən qoşmadır A bəndi. Sonra tək qalanda öz-özümlə bu barədə çox götür-qoy etmişəm. Burada tək qalmaq hərəkətə aiddir. Deməli olacaq zərf mövqeyində. Ailədə tək uşaq olduğu üçün şıltaq idi. Tək uşaq ismə aiddir. Deməli olacaq sifət. Tək əldən səs çıxmaz, yenə ismə aiddir, sifətdir. Mən tək səninlə gedə bilərəm, yalnız səninlə gedə bilərəm, təkcə səninlə gedə bilərəm. Burada da ədat mövqeyindədir. 12-ci sualımızın cavabı olacaq A variantı. Gələk 13-cü testimizlə davam eləyək. Hansı cümlədə tək sözü qoşma olur? Bu işi heç kəs sən tək bacarmaz, elə sənin tək, sənin qədər, elə A bəndində qoşmadır. Tək adam özü həyatda tez itirir, özünü həyatda tez itirir, yenə ismə aiddir. Sifətdir. Qocanın tək yaşaması hərəkətə aiddir, zərfdir. Tək getmə, yenə zərf mövqeyindədir. Bu işi tək sən görə bilərsən, yalnız sən görə bilərsən, təkcə sən görə bilərsən, burada da ədatdır. Cümlələrin birində ca qoşmadır deyir. Biz ehmalca kənara çəkilib ona yer verdik. Burada ehmalca deməli ədat mövqeyindədir. Burada ca qoşma deyil. Necə? O gəlincə hər şey qaydasına düşməlidir. Burada da gəl sözün kökü də inca-inca feili bağlama şəkilçisidir. Burada da qoşma yoxdur. Dəryaca ağlın olsa, yoxsul olsan gülərlər. Burada dərya qədər, canı qədərlə əvəz eləyə bilərik. Deməli, bu qoşmadır. Bənzətmə məzmunu bildirən qoşmadır. Uşaq balaca titrək əllərini irəli uzatmışdı. Burada ümumiyyətlə balaca sözü sadə sifətdir. Çalxalandıqca, bulandıqca zaman nehrə kimi yağı yağ üstə çıxır, ayranı ayranlıq olur. Burada da çalxalanmaq dıkça burada da feili bağlama şəkilçisidir, qoşma yoxdur. 14-cü sualımızın cavabı oldu C variantı. Gələk 15-ci testimizlə davam eləyək. Cümlələrdən yalnız birində deyir qoşma işlənmişdir. Qobustandan danışıb qobu xalçalarını unutmaq günah olar. Burada yoxdur. Əvvəlcə masa bəyi, sonra qonaqlar rəqs etməyə başladılar. Burada əvvəl, sonra zaman zərfidir. May ayının gözəl bir günü idi. Yenə burada da qoşma yoxdur. Könül, səndə yenə həyəcan mı var? Tutub qalxmadığın xaniman mı var? Burada da yenə yoxdur. Tu xanım sübh namazını qıldıqdan sonra adəti üzrə Qurandan bir surə oxuyardı. Burada qıldıqdan sonra, çıxışlı xaldan sonra gəlib feili sifətə qoşulub və qoşmadır. 15-ci sualımızın cavabı olacaq E variantı. Hansı cümlədə qoşma işlənməmişdir? Bizə deyir yenə. Həsən hər imtahandan sonra onun yanına gələrdi. Burada imtahandan sonra yenə çıxışlı xala qoşulub, zaman məzmunu bildirən qoşmadır. Nahar qurtarandan sonra yenə feili sifətə qoşulub, çıxışlı haldan sonra işlənib, zaman məzmunu bildirən qoşmadır. Biraz bundan əvvəl baş verən döyüş xəyalında yenidən canlandı. Yenə burada çıxışlı haldan sonra işlənib, əvvəl burada qoşmadır. C-də də var. Ay görünəndən sonra ulduzlar solğunlaşdı və titrəşdi. Burada da yenə feili sifət plusda, feili sifət çıxışlı halda olan feili sifətdən sonra işlənib yenə qoşmadır. Əvvəlcə onun çatma qaşları, sonra tanış səsi müəllimə kimi isə xatırlatdı. Burada da əvvəl və sonra sözləri zaman zərfidir, işlənməmişdir, olacaq E bəndi. Gələk 17-ci sualımıza. 17-də deyir tək sözü hansı cümlədə qoşmadır? Tək qalanda öz-özümlə bu barədə çox götür-qoy etmişəm. Burada tək qalmaq hərəkətə aiddir, zərfdir, bizdən qoşma istəyir. O ağladı bir ana tək. Bax, tək sözü bitişik yazılanda, yəni yalnız qoşma olanda tək sözü bitişik yazılır. Elə cavabımız B variantıdır. O ailədə tək uşaq olduğu üçün şıltaq idi. Tək uşaq ismə aiddir, sifətdir. Tək əldən səs çıxmaz, yenə sifətdir. Tək sənin eşqini seçdim cahanda, yalnız sənin eşqini, burada da ədatdır. Kimi hansı cümlədə qoşma kimi işlənib? Nərgiz xala kimisə çağırmaq, kimisə çağırmaq, kimsəyə ağız açmaq istəmədi. Burada kimisə çağırmaq, kimsəyə ağız açmaq istəmədi. Burada əvəzlikdir. Sən kimi gözləyirsən? Yenə burada sual əvəzliyidir. Kimi uzaqdan gələn qonaqların atını tutur, kimi çay paylayırdı. Burada kimi isə, yəni ki, qeyri-müəyyən əvəzlikdir. Qoca bu hadisəyə uşaq kimi sevinirdi. Bax, burada qoşmadır, bənzətmə məzmunu ifadə eləyir. Kimi yazır, kimi şəkil çəkirdi, yenə qeyri-müəyyən əvəzliklərdir. Deməli, burada cavab ola bilməz. 19-da deyir, ca hansı cümlədə qoşmadır? Əsmərə qaraca xalları xüsusi gözəllik verirdi. Burada ca ədatdır, qüvvətləndirici ədatdır, A-da yoxdur. Aslan dostunun qulağına yavaşca nəsə dedi. Yenə zərflə işlənib ədatdır, qüvvətləndirici ədatdır. Dəvəcə böyümüsən, köşəkcə ağlın yoxdur. Burada bu canı biz dəvə qədər böyümüsən, köşək qədər ağlın yoxdur. Qədərlə əvəz eləyə bilirik. Deməli, elə cavabımız C-dədir. Balaca uşaqlar da belə fikirləşirlər. Burada balaca sadə sifətdir, burada da qoşma yoxdur. Açıqca gözəl naxışlarla bəzədilmişdir. Burada da açıqca sözü isimdir, burada da qoşma yoxdur.
Gələk 20-ci sualımızdan davam eləyək. 20-də deyir, ca hansı cümlədə qoşmadır? O balaca əllərini babasına tərəf, babasına doğru elə hə, bizdən canı istəyir. Burada balaca sözü deməli yenə sadə sifətdir. Sadə sifətdir, yəni burada qoşma yoxdur. Babasına tərəf burada qoşma var, amma bizdən canı istədiyinə görə A-da yoxdur. O sakitcə kənardan tamaşa edirdi. Burada yenə sakit, sakitcə ədat mövqeyindədir. Buradakı ədatdır. Yaşca ondan kiçik olsa da boyca ondan hündür idi. Yaşca, yəni canı yenə görə ilə əvəz eləyə biliriksə, yaşına görə ondan kiçik olsa da boyuna görə ondan hündür idi. Burada bu qoşmadır. Körpəcə fidan kimi idilər. Körpə fidan kimi idilər. Burada da ca qüvvətləndirici ədatdır. Deməli, biz nəyi seçdik burada? Bir dəqiqə. O sakitcə, hə, yaşdır. Biz seçdik C variantını. Cavabımız oldu C. Bizdən qoşma istəyir. Xırdaca gözlərini zilləyib diqqətlə mənə baxırdı. Burada da yenə xırda sifətdir, ca ədatdır. Ona görə bunu götürmürük. 20-ci sualımızın cavabı oldu C variantı. Gələk 21-ci sualımıza. 21-də deyir ki, biri sual işarəsinin yerinə yazıla bilər. Yazıb bizə məsafə mənası bildirir. Əsas nitq hissəsi kimi işlənə bilir. Bənzətmə mənası bildirir. Həmişə ayrı yazılır. İndi baxaq görək hansı qoşmadan. Yəqin ki, qoşmadır. Söhbət gedir 21-ci sualımızda. Deməli, məsafə, bənzətmə, sonra nə deyir? Məsafə bildirir, bənzətmə bildirir. Əsas nitq hissəsi kimi işlədir. Həmişə ayrı yazılır. Burada baxırıq, yəni həmişə ayrı yazılır dediyinə görə, yəni avtomatik biz buradan C-ni və B-ni çıxırıq. Məsafə, istiqamət bildirir. Elə deməli, olacaq kimi qoşması. Evə kimi, evə qədər məsafə bildirir. Bir də istiqamət məsafə bildirir. Bir də nə soruşdu bizdən? Məsafə bildirir. Bənzətmə, hə, bənzətmə bildirir. Evə kimi, evə qədər məsafə bildirir. Sənin kimi, sənin təkdə bənzətmə bildirir. Ona görə cavabımız oldu 21-də E variantı. Gələk 22-ci sualımıza. 22-də deyir, nümunələrin birində qoşmanın qoşulduğu söz digərlərindən fərqli cümlədir. Cümlə üzvüdür, daha doğrusu. Suyun üzü ayna kimi parıldayırdı. Burada parıldayırdı. Necə parıldayırdı? Ayna kimi parıldayırdı. Burada tərz hərəkət zərfliyi mövqeyindədir. Yəni burada zərflikdir. Nəğmələr quş tək uçur. Yenə hərəkətə aiddir. Necə uçur? Nə tərzdə uçur? Yenə tərz hərəkət zərfliyidir. İpək kimi saçların var. Var xəbər. Nə var? Saçların. Necə saçların? İpək kimi. Burada ipək kimi sözü təyindir. Elə cavabımız C olacaq. Hamı dönüb qapıya tərəf boylandı. Yenə bu qapıya tərəf haraya boylandı? Yer zərfliyi mövqeyindədir. Yağışdan sonra hava xeyli sərinləşdi. Sonra burada qoşmadır və zərflik mövqeyindədir. Zaman zərfliyi mövqeyindədir. Cavabımız oldu 22-də C variantı. Hansı nümunədə ca qoşmadır deyir. Məncə yaxşı istirahət üçün hər rayonun öz üstünlüyü var. Məncədən sonra fikir veririk ki, vergül qoyub. Bu bütövlükdə modal sözdür. Yəni bizdən qoşma olan məqamı istəyir. Ona görə A-nı çıxırıq. Əyləncə mərkəzlərinin sayı ildən ilə çoxalır. Burada əylənməkdən əyləncə isim düzəldən leksik şəkilçidir. Burada qoşma deyil. Keçən yay sanatoriyada yaxşıca dincəldik. Yəni yaxşı dincəldik, yaxşıca dincəldik. Buradaca ədatdır. Bu da qoşma deyil. Sənə heç kim məncə heyran ola bilməz. Burada məncə, yəni mənim qədər heyran ola bilməz. Vergül də qoyulmayıb. Deməli, burada nədir? Qoşmadır. Təzə salınan bulvarda yüzlərcə ağac əkilmişdi. Burada larla, larca ümumiyyətlə say düzəldən leksik şəkilçidir. 23-də oldu D variantı. Qədər sözü hansı cümlədə qoşmadır? Konferansda 10-a qədər məruzə dinlənildi. Burada 10 saydı, 10-a qədər elə A bəndində. 10-a kimi, 10-a qədər məruzə dinlənildi. Deməli, 24-də elə A bəndində qoşmadır. B-də deyir, bir qədər çaydan uzaq od qalamış dağda çoban. Burada bir qədər ümumilikdə, belə deyək də, zərfdir. Buna görə bu yoxdur. Nə qədər çox ucalsan da lovğalanma. Nə qədər sual əvəzliyidir. Bir yanım alqışdır, bir yanım qarğış. Qədər məni çəkdi qarğışa doğru. Burada da qədər qismət mənasında isimdir. O qədər istiydi ki, çölə çıxmaq mümkün deyildi. Bu da ümumilikdə zərfdir. Ona görə cavabımız oldu 24-də A bəndi. Sonra sillogizmi tamamlayan fikri müəyyən edin. Qoşmalar ismin təsirlik və yerlik halında olan sözlərə qoşulmur deyir. Qarabağda sözü yerlik haldadır. İndi baxaq, görək sillogizmi necə tamamlaya bilərik. Deyir ki, Qarabağda sözünə qoşula bilmir. Deməli, yerlik haldadırsa elə, bunun cavabı da elə sözünə qoşma qoşula bilmir. 25-də də olur A variantı. Hansı sırada qoşmaların hər biri fərqli məna növündədir? Fərqli məna növündədir deyir. Evə kimi, evə qədər. Məsələn, burada kimi ilə qədər eyni məna növündədir. Ona görə bunu çıxdıq. Səndən başqa, səndən qeyri, səndən özgə, bunlar hamısı eyni məna növündədir, çıxdıq. Səndən əvvəl, səndən sonra, səndən qabaq, hamısı zaman məzmunludur, çıxırıq. Sənin kimi, sənin qədər, burada da ikisi
eyni məna növündədir. Ona görə bunu da çıxırıq. Üçün dair ilə sənin üçün səbəb məqsəd məzmunu bildirə bilər. Dair, xas, aidlik bildirə bilər. İlə də birgəlik bildirə bilər. Hər əksi fərqli məna növündədir. Ona görə olacaq evəndir. 27-də deyir, qoşma işlənmiş cümlələr hansılardır? Əvvəl düşün, sonra danış. Əvvəl burada zaman zərfidir, sonra zaman zərfidir. Deməli, qoşma olanda çıxışlı haldan sonra olmalıdır. Bu əvvəl, sonra. Səhərədək yaxşı yata bilmədim. Burada səhərədək, səhərə kimi məsafə məzmunu bildirən qoşmadır. Başqa sözlər söyləməyin yeri deyil. Hansı sözlər? Burada başqa sifətdir. Bundan başqa nə deyə bilərsən? Bundan başqa nə deyə bilərsən? Burada yenə başqa qoşmadır. 2-də 4-də. İndi isə başqa cür danışır. Necə danışır? Burada da yenə qoşma deyil. Deməli, olacaq cavabımız 2 və 4 C variantı. Gələk 28-ci sualımıza. 28-də deyir, qoşmalarla bağlı səhv fikirləri müəyyən edin. Qoşma qoşulduğu sözün cümlədəki sintaktik vəzifəsinə əsasən dəyişə bilir deyir. Əsasən dəyişə bilir. Deməli, bizdən yanlışlar istəyir. Bir dəqiqə. Bizdən yanlışları, səhvləri istəyir. Bəli, qoşma qoşulduğu sözün cümlə üzvünü dəyişə bilir. Əsasən dəyişir, düzgündür. Tərəf, doğru, sarı qoşmaları həm amonim, həm də sinonim ola bilər. Bəli, tərəf sözü isim kimi işlənə bilər, qoşma kimi ola bilər. Doğru, sifət kimi, zərf kimi, qoşma kimi işlənə bilər. Sarı sözü də mənə sarı qoşma kimi ola bilər. Yaramı sarı feil ola bilər, sarı köynək ola bilər sifət. Bu da deməli homonimlikləri var hər birinin, həm də sinonim ola bilər. Sinonim ola bilər evə tərəf, evə doğru, evə sarı. Bu da düzgün fikirdir. Bizdən yanlışları istəyir. Tək, dək, can qoşmaları qoşulduğu sözə bitişik yazılır. Bəli, şəkilçiləşmiş olan qoşmalardır. Onlar hamısı bitişik yazılır. Bir dənə xas istisna. Bu da düzgün fikirdir. Qədər, kimi, ca, can qoşmaları qoşulduğu sözdən ayrı yazılır. Burada ca ilə can şəkilçiləşmiş qoşmadır. Onlar bitişik yazılır. Ona görə 4 yanlışdır. Adlıq və yiyəlik hallardakı sözlər əsasən eyni qoşmalarla işlənir. Bu düzgün fikirdir. Bəli. Onların qoşmaları eynidir. Qoşmalar xəbərlik şəkilsi qəbul edib müstəqil xəbər ola bilir deyir. Müstəqil xəbər olur. Qoşulduğu sözlə bir yerdə xəbər olur. Ona görə olacaq cavabımız D variantı. Gələk 29-cu testimizdən davam eləyək. Hansı cümlələrdə qoşma işlənmişdir deyir. Biz hər tərəfi yoxladıq. Burada tərəf sözü isimdir, qoşma işlənməyib. Ana bircə oğlunu görsəydi sakitləşərdi. Burada yenə deməli bircə oğlunu görsəydi sakitləşərdi. Ana yalnız oğlunu görsəydi belə də düşünə bilərik. Yəni burada heç qoşma yoxdur. Axşam kəndə tərəf atılan toplar əhalini vahiməyə saldı. Kəndə tərəf, kəndə doğru yönlük hala qoşulub tərəf sözü qoşmadır. Uşaq qədər ağlı yoxmuş, canı burada qədərlə əvəz eləyə bilərik. Deməli 29-da oldu cavabımız 3 və 4. 30-da deyir, hansı nümunələrdə kimi qoşma deyil? Göydə tərlan kimi uçmağın varmı? Burada bənzətmə bildirən qoşmadır. Bir də qoşmadır. Kimi dostla gəzdi, kimi yoldaşla. Burada bu qeyri-müəyyən əvəzlikdir. Qoşma deyil, ikini götürürük. Sənin kimi şair hanı? Ələsgər. Burada yenə bənzətmə məzmunu var. Qoşmadır. Kimi mükafatlandırmaq lazımdır? Burada bu kimi əvəzlikdir, sual əvəzliyidir. Sən kimi çağırırsan? Burada da yenə deməli kimi çağırırsan, yenə sual əvəzliyidir. Deməli olacaq 30-cu sualımızın cavabı 2, 4 və 5. 2, 4 və 5. 31-də deyir, hansı nümunələrdə başqa əlavə sözləri qoşmadır? Təzə gələn şagirddən başqa hamı dərsə hazır idi. Təzə gələn şagirddən başqa. Deməli burada şagirddən başqa, elə bax burada başqa sözü qoşmadır. Çıxışlı haldan sonra işlənib. Savayev başqa fərqləndirmə bildirən qoşmadır. Bizdən qoşma olanları istəyir. Əlavə dərslər tələbələrin asudə vaxtını alır. Burada əlavə sözü ismə aid sifətdir. Gülsənəm arvad bağından başqa adamlara da pay verərdi. Başqa adamlara da pay verərdi. Bunu başqa adamlar burada deməli sifətdir. Buna görə burada da qoşma yoxdur. Bizdən qoşma olanları istəyir. Bu yerlərdən əlavə bir çox ölkələrdə də olmuşuq. Bu yerlərdən başqa əlavə burada çıxışlı haldan sonra gəlib. Elə burada qoşmadır. Müdürdən əlavə heç kim danışmadı. Yenə müdürdən başqa, müdürdən savayı burada da qoşmadır. 31-də oldu 1, 4 və 5. 1, 4 və 5. Gələk 32-ci sualımıza. 32-də deyir, fərqləndirilmiş hissə hansı cümlədə qoşmadır? Qaşıqla bal yedim, yenə nə ilə sualına cavab verir, qoşmadır. Dəniz kənarına uşaqlarla getdim, kim ilə sualına cavab verir, qoşmadır. Maşın sürətlə yanımdan uzaqlaşdı, necə, nə cür, nə tərzlə, bu tərz hərəkət zərfidir. Qarla yağış yağanda qayğılı çoban, burada qar və yağış yağanda deməli qayğılı çoban, burada lalə bağlayıcıdır. Maşınlar təzə salınan asfalt yolla nə ilə şütüyürdü, burada da la qoşmadır. Ona görə olacaq 32-ci sualımızın cavabı 1, 2 və 5. 33-də deyir, klasteri tamamlayan fikirləri müəyyən edin. Qoşmalar ismin bəzi hallarında olan sözlərə qoşulur. Deməli, qoşmalar ismin bəzi hallarında olan sözlərə qoşulur deyir. Bu klasterin birinci xanasında doğru fikir verib. Deməli, biz doğru fikirlərlə davam eləməliyik.
Qoşulduğu sözlərin leksik mənasını dəyişmir, düzgün fikirdir. Qoşulduğu sözlərdə heç bir məna çaları yaratmır, xeyr. Qoşmanın məna növləri ilə, yəni qoşmanın tərifi nədir? Sözlərə qoşularaq müəyyən məna çaları əmələ gətirən köməkçi nitq hissəsidir. 2. Yanlış fikirdir. Bəzi nümunələri əsas, bəziləri köməkçi nitq hissələri ilə amonimlik təşkil edir. Bu da düzgün fikirdir. Həm ayrılıqda, həm qoşulduğu sözlə birlikdə cümlə üzvü olur, yanlışdır. Deməli, olacaq 1 və 3. 33-cü sualımızın cavabı. Gələk 34 ilə davam eləyək. 34-cü testimizlə davam eləyək. Görək bizdən nə istəyir. 34-də deyir ki, qoşma işlənmiş cümlələri müəyyən edin. Sizdən qarşı sırada oturanları soruşacaqlar. Sizdən qarşı sırada oturanları soruşacaqlar. Burada qarşı sıra, hansı sıra? Burada sifətdir. Əvvəl razılığa gəldilər, sonra işə başladılar. Yenə əvvəl, sonra burada zərfdir. Bizə qarşı çıxanları ağıl və məntiqlə susturmalıyıq. Bax, burada bizə qarşı. Bax, 3də qoşma var. 100-dən sonra saydıqlarını qarışdırdım. Deməli, 100-dən sonra saydıqlarımı deyir, qarışdırdım. Burada da var, 100-dən sonra. Qıslıq haldan sonra işlənib, burada sonra qoşmadır. Deməli, bizə doğrunu danış, aldatma, doğru sözü burada isimləşmiş sifətdir, qoşma deyil. Onlara doğru bir dəstə atlı çarpırdı, onlara tərəf, burada da doğru sözü qoşmadır. Olacaq 3, 4 və 6. 34-cü sualımızın cavabı olacaq 3, 4 və 6. 35-də deyir, hansı cümlədə qoşma işlənmişdir? Toru dişlərimlə doğrayım dedim, ahunu o tordan tez xilas edim. Dişlərimlə, nə ilə? Burada qoşmadır, birdə işlənib. Qonşular çıxdı evdən təəccüblə, heyrətlə. Necə çıxdı? Zərf düzəldən leksik şəkilçidir. Qoy az sözlərinlə dünya bəzəlsin. Nə ilə bəzəlsin? Burada qoşmadır. Kitablarla dəftərlər stolun üstünə yığılmışdı. Kitablar və dəftərlər. Burada la bağlayıcıdır. Burada deməli, gülün ətri ilə doldu çayır, bütün çayır, bütün çöl nə ilə doldu? Olacaq qoşma. 1, 3 və 5-də qoşmadır. 1, 3 və 5. Gəldik 36-cı sualımıza. 36-da deyir, hansı cümlədə qoşma işlənməmişdir? Qoşma işlənməmişdir. Bəy ilə bostan əkənin tağı çiynində bitər. Burada kim ilə sualına cavab verir. Qoşma var. Ev yiyəsi qonağa təəccüblə, heyrətlə baxdı. Necə baxdı? Yenə zərf düzəldən leksik şəkilçidir, işlənməmişdir deyir, götürürük. Bəhramla döyüşə girmək çətindir. Burada da yenə kim ilə döyüşə girmək çətindir? La burada qoşmadır. Kosinusla sinus riyazi termindir. Burada kosinus və sinus və burada və ilə əvəz eləyə bilirik. La bağlayıcıdır. Gülün ətri ilə doldu bütün çayır, çöl. Yenə bayaqki cümlədir. Burada da yenə nə ilə doldu? Burada da qoşmadır. Deməli, 36-cı sualımızın cavabı olacaq 2 və 4. 37-də deyir, qoşmaları qoşulduğu hallara, yaratdığı məna çalarlarına görə qruplaşdırın. Sarı, doğru, qədər, can, sonra qabaq qoşmalarını bizə verir. Görək necə qruplaşdırırıq. Deməli, sarı, doğru yazır ki, evə sarı, evə doğru, evə tərəf. Deməli, bu bilirik, yönlük hala qoşulur, istiqamət bildirir. 1-ə gedəcək A bəndi. Qədər. Deməli, evə qədər, evəcən bu məsafə məzmunu bildirən qoşmadır. Yönlük hala qoşulur. 2-yə gedəcək C bəndi. 2-yə gedəcək C bəndi. Səndən sonra, səndən qabaq, bu da çıxışlı xala qoşulur, zaman məzmunu bildirə bilir. Ona görə də olacaq E. Deməli, 1-ə A, 2-yə C, 3-ə E. 37-ci sualımızın cavabı. Gələk 38-ə davam eləyək. 38-də deyir, uyğunluğu müəyyən edin. Həm qoşmanın, həm də qoşulduğu sözün fərqli tələffüz edildiyi ifadə, yalnız qoşmanın fərqli tələffüz edildiyi ifadə, yalnız qoşmanın qoşulduğu sözün fərqli tələffüz edildiyi ifadə. Deməli, baxaq görək burada nədir? Mən atamla sözündə, sözün kökündə deməli fərqli məqam olmur, yalnız bu lalə. Qoşmanın deməli fərqli tələffüz edildiyi məqam olur. Ona görə 2-yə gedəcək A bəndi. Sonra gənciyə sözündə, gənciyə qədər. Burada bizə nə deyir? Deməli, gənciyə bilirik ki, sözün sonu A-ə ilə bitdiyinə görə yönlük hal şəkilçisi artıranda o olur I. Açıq sayt keçir qapalıya. Amma qədər qoşmasının yazışı tələffüzündən fərqlənmir. Yəni, deməli, deyir, yalnız qoşmanın qoşulduğu sözün fərqli tələffüz edildiyi ifadə orada olacaq 3-ə gedəcək B. Sonra deyir ki, yarpaqla, C-də yarpaqla sözündə həm qoşmanın, deməli, həm sözün kökü, yarpaq sözü özü, həm də lalə, nan kimi tələffüz olunur. Ona görə qoşulduğu sözün fərqli tələffüz edildiyi 1-ə gedəcək C. Sonra səndən əvvəl, burada yalnız qoşmanın qoşulduğu söz, deməli, fərqli tələffüz olunur. Ona görə gedəcək D. Bakıya can, burada da heç biri fərqli tələffüz olunmur. Deməli, 38-ci sualda oldu. 1-ə C, 2-yə A, 3-ə də B, D. Gələk 39-cu sualımıza, 39-cu sonuncu sualımıza. Qoşmalarla bağlı ardıcıllığı müəyyən edin.
Deyir zaman mənası bildirir. Zaman mənası bildirir. Burada baxaq bir dəqiqə. Pələngi ovlayıb evə qayıdandan sonra qonşular Musa kişini, evə qayıdandan sonra bax elə burada zaman məzmunu bildirir. Deməli biz ardıcıllıq düzməliyik. 4 olacaq birinci. Sonra deyir səbəb məzmunu bildirir. Bunu da sizinlə ay batdığına görə elə 2 də səbəb məzmununa bildirir. Birgəlik mənası bildirir. Birgəlik mənası sizinlə, yoldaş imiş, kim ilə. Deməli 4. Ondan sonra gəlir 3. Banının gözləri dənizin suyu kimi, bu da bənzətmə bildirir. Deməli oldu. Cavabımız 39-da 4, 2, 3 və 1. Qoşma mövzusunun suallarını izah etdik. İnanıram ki, sizlər üçün faydalı oldu. Sağ olun, kanalımızı bəyənməyi, abunə olmağı unutmayın.